9 yaşlı bir xanımın dişi bu vəziyyətdədir. Yəni burada diş çox məhv olmuş vəziyyətdədir. Kiçik bir divar burada qalıb, burada ət səviyyəsində də bir divar burada qalıb. Düzgündən göstərə bilsəm dişin görünüşü ümumi budur. Yəni içəri divar ət səviyyəsindədir fikir veririksə. Çöl divarda belə balaca. Burada bulon qalmayacaq. Niyə görə? Çünki dişin çox hissəsi məhv olub. Ona görə biz burada güdül nəzərdə tutmuşuq. Güdülle işləməyi nəzərdə tutmuşuq, metal güdüllərlə işləməyi. Fiberpost da eləmək olardı, amma güdül daha üstün tutdum. Burada arxadışda onsuz da estetikamızda bir narahatlığımız yoxdur. Ona görə sinirini də biz çıxartmışıq. İndi işləyəcəyik bu dişi. Bağlayarkən bir baxaq. Belə bir vəziyyətdədir. Və mən dişin müalicəsini də göstərim. Burada qabaqda 2 kanalımız var. Tam axıra qədər dolmuş kanallardır. Arkada da distal kanal dediğimiz bir kanalımız var. Axıra qədər dolub. Ucunda da hətta haçalanmış, buranı böyütsək görərik ki, ucunda da haçalanmışlığı var. Lateral və apikal kondensasiyadan bunları da doldurmuş sayılırıq. İndi güdül üçün də bura qədər, yəqin ki, bu kanalın 3/1 hissəsinin uzunluğunda ölçülər götürüb güdülümüzü hazırlayacağıq. Dişin sinirinin tamam çıxması, el arasında siniri tam çıxartdınız mı həkim deyə bir sual var. Ola bilsin ki, siniri tam çıxartmayıblar deyiləndə, yəni kanallar tam keçilməyib. Tam keçilmək demək, aləti bura qədər kanaldan keçmək deməkdir. Yəni bu yarımçıq olanda tutalım. Görürsünüz, siniri çıxmayan kanallar belə qara olur. Kameralar belə boş görünür. Amma bizim doldurduğumuz dərmanlar barium sulfatda olduğu üçün ağ rəngdə görünür rentgende və bu da axıra qədər dərmanın dolduğunu göstərir. Bu da tam eğer yarımçıq burada olsa, burada bir boşluq qalsa, antiseptik yani mikrob öldürən maddələri istifadə edib eləməməmizdən asılı olaraq burada bir de görürsünüz ki, iltihablanma başlayır, mikroblar artır, çoxalır. Bu səfər diş tərəfə çıxmağa yeri yoxdur. Gəlib kökdən, kökü bu dəliyindən kənara çıxır ki, sümükdə kista formalaşdırır ən yüngül halında. Bəzən görürsünüz ki, bir prik kimi, bir sızaq kimi dişin kənarlarından bir yerdən siviş yolu açıb, yəni özünü yol açır iltihab axması üçün. Vaxtaşırı şişir, vaxtaşırı partlayır, bax belə burada daima iltihablanma zonası olur. Amma diş belə kökü təmiz işlənilib, kanal tam keçiləndə bunun üstündə hansı körpünü istəyirsiniz qoyun. Gələcəyinə illərlə deyərdim ki, ömürlük bu dişdə bir problem olmayacağı anlamına gəlir, yəni dişin kökündə. Üstü də germetik bağlanılarsa, qapaqlar germetik işlənirlərsə, dişdə ömürlük problem olmayacaqdır deməkdir. Güdül ölçüsüdür, açırıq, böyük açırıq, aça. Aha. Çox primitiv üsulla, amma böyük nəticəli güdül ölçüsü ala bildik. Nəticəsi gözəl ola biləsi. Primitiv üsullarla belə bir ölçünü aldıq. Bu diş üçün güdül hazırladıq. Güdüllə belə qoyuruq, dişi bərpa eləmiş oluruq. Bir də əlavə, yəni 2 mıxça